Hər birinizi yeni vloqumdan salamlayıram. Kanalıma xoş gəlmisiniz. Səhərdir, saka hazırlaşırıq. Evdə Tural'la mən tuturam. Orucu Allah hamının tutduğu oruçları qəbul eləsin. Avokado mütləq yemək lazımdır, çünki işləyən adam üçün enerji lazımdır. Düşünürəm ki, həyatımda ən gözəl orucu karantin vaxtı tutmuşam. Evdə olduğum üçün gecə səhərə kimi yatmırdım. İmsak süfrəmiz hazırdır. Mütləq televizorda, ATV-də Nihat Hatipoğlu'na baxaraq imsakımı edirəm. Belə öyrəşmişəm, onsuz imsak edə bilmirəm. Düşdük, meyvə almaq yadımdan çıxdı. Daha o qədər deyildirdi ki, mənə. Belə bir zeytin alacağım. Səhərə, imsaka. Zeytin çox qəşəngdir. Bundan mən əvvəl dəmir qabdalan alırdım. İndi belə aldım. Dedim, qoy belə də bundan da istifadə edək. Pomidor almışam. Yer aldıq. Milan Blabinizin böyüyünü aldıq. Hər bir balaca alırıq. Milan Blabinizi çox qəşəngdir. Soğanımızı. Soğanımızı yox idi aldıq. Süd aldıq. Biz süd içmirik sadəcə olaraq. Bilincik, nə bilim şirniyyatdı, nəyəsə ümumiyyətlə bir şeydən də istifadə etməyə, qənddir falan, ona istifadə edirəm. Ankara makaronu əhval sevinç aldıq və bir dənə limon, bir dənə də avokado aldıq. Bir manata da Rahimə maşın aldıq, hə Rahim? Bir də Belə, görə nə qədər elədi? Bunların hamısı elədi 18 manat. 19 manat da deyil. Belə. Biz hardasa 2021-ci ildən səhv eləmirəmsə suyu alırıq. Krantdan gələn sudan içmirik, iyrənmişik. Həm də ki çaydan içində çoxlu ərq olurdu. Ona görə iyrənirdim mən də. Əvvəl mağazadan baçoklarda su alırdıq. Biz suyu burada doldururuq. Məhəllələrdə belə binaların önündə belə bir su aparatları yerləşdirirlər. Litri 10 qəpikdəndir. Həm sərf eləyir, həm də ki doğrudan da ümumiyyətlə mən çaydan için demək olar ki yumuram. Hər təmiz olur. Su da ki çox içəndə bilinir ki su təmiz başqa bir sudur. Bu da mən oruc ucu açılır. Rahim evdə tək olanda böyle düşə bilmirəm rahat market. Aşağıda işlərimi görə bilməm də. Düşüm tez suyu doldurum. Tural namaz qılar. Əslində bu vloqum 2 günün vloqudur. Bu arada iş yoldaşımın ad günü idi, ailəvi dostdur. Evdə iftarımızı açdıq, gözlədik onlar da işdən çıxsın. Gecə verişdən çıxıb evə gedəndən sonra bizə getdik onlara, belə özümüz üçün ad gününü qeyd etdik. Sonra isə evə qayıtdıq. Bu arada tortu da mən hazırlamışam, bir neçə saata hazırladım. Öz ad günümdə söz vermişdim ki, ad gününə tortu özüm hazırlayacağım, çünki bəyənmişdi dadını. Nilay doğ istəyib, göğü qatı aldıq. Rahimin qızdırması var deyə bugün nə işə getmişəm, nə də o baxçıya. Nə gedirik, Araz markete. Gedək oradan bəzi şeylər alım. Qalxım yuxarı, soyuqdur. Gəl Rahim. Ay Allah, uşaq nə qədər mızmız edir. Gəl. Xəstəyə çox şamır bu. Dehrozada cips aldırdı bana.
Normalde da alan değildik. Ha? İstədik keçirik. Bak. Rahim, evdə heç kim yoxdur, basmanın mənası yox. Mama. Bak. Geç. Goga goga. Ümumiyyətlə, adətimdəki bir neçə işi birdən görürəm. Bir də düyü almışam, Ankaranın düyüsünü. Əslində mən Sultan işlədirəm. Ancaq gördüm Ankara var, dedim qoy alım. Ankaranın makaronları da beşəydi. Mən bunun içindəyim. Tökülür. Stəkanla mən ölçüb belə şey edirəm. 2 stəkan, yarım. Düyü uşaqlar çox istəyir. Şu qoyuram. Düyünü xoşlayır uşaqlar da məndə. Düyünü mən mütləq belə suda saxlayıram. İndi belə gözlədəcəm. Burada qalsın. Başlayıyorum. Dolma pişirəcəm. Orada da turalı sup edirəm. Başlayıram göyləri doğramağa. Bu söyüdün deyəsən çubuğudur. Aralarına baxıram həmişə. Təmizdə. Yəqin ki, siz də beləsiz. Bilmirəm ki, nə yeməklər bişirim. Menüm artıq tükənibdir. Ən çox uşaqların istəyinə uyğun bişirirəm. Uşaqlarım yemək yeyən deyirlər deyə. Nə istəsələr, ürəkləri istəyən şeyi çalışıb bişirirəm ki, çoxumuzu yesinlər. Bu arada mənim ən sevdiyim yeməklərdən biri doğadır. Uşaqlarım da çox şükür mənə oxşayıblar o şeydə. Onlar da sevir deyə tez bişirirəm. Və siz nə bişirirsiniz? Ümumiyyətlə, yemək bişirməkdən yorulmusunuz. Mütləq fikirlərinizi rəylərdə yazın. Sizdən bir şey yenə istəyəcəm, həmişə olduğu kimi. Əgər mənim kanalıma abunə olmamısınızsa, kanalıma abunə olun. Vloglarımı yaxınlarınızla paylaşın. Mənə dəstək olmağı unutmayın. Doğa pişirdim, aş falan elədim, amma onları çəkə bilmədim çünki Rahim xəstədir. Bugün də evdəyik. Yenə də qızdırması var idi. Dərman verdim, birazdan çıxacağıq. Dedim, gedək marketə, meyvə zad alaq. Meyvə alım, dərman. Saçımdır bu sən başında. Qucaqlayanda saçım düşüb. Qabda ki, meyvə yeyər, yemək falan yemir. İndi bunu qoymuşum, yalanla seçir içindən. Yemir normal. Dərman verməyimə baxmayaraq gördüm ki, uşağın qızdırması var. Mən də həmişə uşaqların qızdırması olanda vannanı su ilə doldururam. İçində otuzdururam ki, qoy temperaturu normal olsun. Qızdırmalı adamın duşa girməyə çox xeyirlidir. Biraz özünə gəlsin. Gid onu gətir. Gəl aşkım, çox sağ ol. Yemirler. Ha? Yer misin? Yemeğine geliyor. Bu vlog biraz qarışıq ola bilər. Yəqin ki, vlogum sizə maraqlı oldu. 2 gün ərzində nələr etmişəm, onları çəkdim. Yəni, çalışdığım qədərindən çəkdim. Çünki işə də getmirəm. Gecə qəfil Rahimin xuda qızdırması qalxdı. Gördüm ki, narahatdır, yata bilmir. Dərman verdim, gec qızdırması düşdü. Səhər 8-də oyanan kimi işədən gedib icazə aldım ki, ona görə evdəyəm. Uşağı da bağçaya qoymadım. Dərman verdim ki, yəqin düşündüm yüngülləşər. Nəysə, Rahmi çimizdirdim. Ama biraz televizyon xodu çox gələ bilər səsi. Çünki məcburam. Xəstədir, kapriz eləyir. Qızdırması var idi, vannanı doldurdum.
Rahimə çimizdirəndə bütün özümdə su oluram. Ona görə elə mən də dedim duş qəbul edeyim. Sprey vurum əsas saçıma. Mən Urbandan istifadə edirəm. Deyim gərək Urban hər növündən istifadə eləmişəm. Gərək dəyişiklik eləyim. Başqalarında yoxdur, görüm necədir. Bir firmada qalmayım. Darağım. Bu daraqlar çox yaxşıdır. Saçı iyi olmur. Belə də arasında görürsünüz, tük oldu. Şeylər var, şotka kimi. Klassikalı ümumiyyətlə saçlara, açılmış, rəngi açılmış saçlar üçün bu daraq yaxşıdır. Çünki dolaşır istər-istəməz, dolaşın rahat açır. Həm də incitmir də. Qəti şəkildə yolmur saçı. Baxıram saçıma, deyirəm gərək biraz da saçımı açdırardım. Bu hissələrdə çox açdırardım, deyirəm gərək. Görüm yaya doğru inşallah. İstəyirəm ki, yaya doğru haradasa 3 ay keçsin üstündən, 3-4 ay keçsin, sonra gedim bir də açdırardım saçımı. Mənə belə rənglər gedir, tüm teli getmir mənə. Mənim rəngim budur. Vlogumu yavaş-yavaş yekunlaşdırıram. Əlavə bir şey çəkə bilməyəcəm, çünki Rahim yaxşı deyil. Qulluq eləməliyəm, biraz uşaq xəstə olanda çox kaprizin olur. Ona görə də vlogumu burada yekunlaşdırıram. Növbəti vloqlarda görüşərik. Göstərirəm də mənim rəngim budur. Saçım quruyanda da uşaq çıxır rəngi. Ay Allah, neysə. Saçımı rəngləyəndən sonra ucunu həqiqətən kəsdirməmişim. Mən hər dəfə kəstirirdim. Büyük qızım da şəhərdədir də, gənclik tərəfdədir. Ora getməyə vaxt eləyə bilmirəm. Açıq vaxt olanda ərinirəm də, yol gözümə durur. Ona görə burada adi salonlara gedib kəsdirmək istəmirəm. ATV-də istəyirəm qrimdəki xanımlardan xahiş edeyim. Onlar saçımın ucundan. Forma vermək lazım deyil, sadəcə olaraq biraz ucundan kəsmək lazımdır. İşə gedəndə bir gün gedim gərək qrim otağına. Burada qrimyorlardan xahiş edeyim, ucundan kəssinlər. Onsa onlar ustadlar da, yəni orada hər şeyi bilirlər. Yəni işdə saçımı kəsdirəcəm bu dəfə. O hissəni çalışacağım çəkim. Mən Rahimə bu dərmandan verirəm, anafiron. Dadsızdır, yeməyi də çox rahatdır da, su ilə içmir. Tabletka da yeyir. Məmcik. Görün qızdırması var. Var. Bunu. Öskürür, səs də dəyişir. Şuna. Ye görüm. Ye baxım. Bax, belə yeyir. Dadlıdır Rahim. Çox yaxşı dərmandır. Mən deməli ki, bu qış Rahimi bundan eləmişəm də, xəstələnməyibdir. Biraz askılar kimi gətirib bunu verirdim. Qutarmışdı deyə, uşaq xəstələndi.